Bu gün sizinlə danışmaq istədiyim mövzu sadədir, amma içində böyük dərslər var. Çünki bu söhbət bizim də gələcəyimiz haqqındadır. Rusiya-Ukrayna müharibəsi haqqında danışacağıq. Amma bu sadəcə kimsənin uzaq qonşudakı müharibəsi deyil. Bu gələcəyin Azərbaycanını izah edən hekayədir. Ona görə də diqqətlə dinləyin. Hadisəyə əvvəldən baxaq. 24 fevral 2022-ci il Rusiya Ukraynaya tam miqyaslı hücum edir. O zaman Qərbin yanaşması necə idi? Biden Zelenskiyə təyyarə təklif edirdi. Mindirin, uçun, ölkəni tərk edin. Biz orada bir sürgündə hökumət düzəldəcəyik. Almanlar, fransızlar, ingilislər hamısı Putinin ətrafında oturub deyirdilər. Sən nə edirsən? Biz səninlə 20 ildir biznes edirik. Heç kim həqiqi müqavimət gözləmirdi. Hətta Putin özü də gözləmirdi. Onun strategiyası sadə idi. 3 gündə Kiyev alınacaq, hökumət dəyişəcək, Qərb bir ay danışacaq və sonra qəbul edəcək. 2014-cü ildəki Krım, 2008-ci ildəki Gürcüstan kimi. Hər dəfə bu sxem işləyirdi. Niyə bu dəfə də işləməsin? Strateji səhvi məhz buradaydı. Ukrayna xalqının ruhunu hesablamadı. İndi 4 ildən çox keçib. Nə baş verdi? Ukrayna ayaqda durdu. 3-4 dəfə kiçik ölkə Rusiyaya qarşı asimetrik müharibə qurdu. Krım körpüsü partladıldı. Rusiyanın Moskva admiral gəmisi Qara dənizdə batırıldı və neft emalı zavodları bombalanır. Moskvada benzin qıtlığı var. Rostov-na-Donu, Cankoy yolu odlu nəzarət altındadır. Krımdan insanlar artıq qaçır. İstirahət üçün yox, panikadan. Bunlar mənim sözlərim deyil. Bunlar realdır. Amma əsas məsələ döyüş meydanı deyil. Əsas məsələ ondadır ki, dünyada ritorika tamamilə dəyişdi. Yadınıza salın. 1 il yarım əvvəl Trump və Vance Oval kabinetdə Zelenskini necə təhqir etdilər? Sənin əlində kozur yoxdur dedilər. Bu gün isə həmin Trump C7 də Zelenski ilə yanaşı oturur. Marco Rubio senatda tamamilə fərqli şeylər deyir. Konqresin respublikaçı qanadı sakitcə dəyişdi. Niyə? Çünki Ukrayna döyüş meydanında statusu dəyişdi. Yer üzündə qalib gələn siyasi masada da qalib gəlir. Bu dəyişməyən qaydadır. İndi bir vacib məsələyə diqqət edin. Avropa liderləri Macron, Scholz, Rutte Trumpla danışanda hələ də qorxaqdılar. Yeganə istisna İtaliya baş naziri Giorgia Meloni. Bilirsiniz niyə? Çünki o ən böyük 3 Avropa Birliyi iqtisadiyyatından birinin lideridir. Üstəlik qadındır. Margaret Thatcher xarakteri, Cənubi İtalyan qadını. Trump düşündü, onunla da Macronla işlədiyi kimi davranacaq. Səhv etdi. Meloni ona göstərdi. Sən mənimlə bu cür danışa bilməzsən. Bax bu xarakter dərsidir. Liderdə xarakter olmasa, ölkə də xaraktersiz qalır. İndi əsas hissəyə gələk. Sovet İttifaqı niyə dağıldı? Əfqanistan müharibəsindən. Uzun müddətli müharibə nəhəng imperiyaları dağıdır. Çünki imperiya əzələ kimidir. Gücü qısa partlayışlarda dayanır. Marafonda yox. Sovet İttifaqı Əfqanistanda 10 il qaldı. 15 min əskər itirdi. Sonra dağıldı. Amerika eyni ölkədə 20 il qaldı. 2 trilyon dollar xərclədi. Sonra qaçdı. İndi Rusiya Ukraynada 4 ildə oturub. Rəsmi rəqəmlər yoxdur, amma analitiklərə görə 200 mindən çox itki. İqtisadiyyat sanksiyalar altında. Ordusu zəifləyib. Cəmiyyət əsəbidir. Bunlar imperiyanın dağılma siqnallarıdır. Tarix dərs verir. Hər imperiyanın bir Əfqanistanı olur. Rusiyanın Əfqanistanı bu dəfə Ukraynadır. İndi mənim sizə deyəcəyim əsas məqama keçirik. Putin nə düşünür? Rusiyada bəzi analitiklər deyir, Putin baş verənləri başa düşmür. Ona düzgün məlumat vermirlər. Bu yalandır. Putin 25 ildir Sovet Təhlükəsizlik Komitəsindən gələn nəsillə birlikdə Rusiyanı idarə edir. Onlar Gorbaçovdan da, Yeltsindən də güclü informasiya sistemi qurublar. O hər şeyi bilir. Mənzərə nümayişlə həqiqət arasında fərq var. Nümayiş yaxşı çar, pis boyarlar formuludur. Bu vətəndaş üçün hazırlanır. Daxili istifadə üçün. Həqiqi hesablama isə Kremlin gizli otaqlarında aparılır. Putin onun strategiyasının niyə çökdüyünü çox yaxşı bilir. O Trumpın gələcəyinə güvənirdi. Trump gələcək, Ukraynalıları sıxışdıracaq, hər şey bitəcək. Bu məramla yaşayırdı. Trumpın komandası Kushner, Vitkov vasitəsilə Putini bu inancla qidalandırırdı. Hətta Ankoricdəki görüş bu plan üzərində qurulmuşdu. Amma nə oldu? Ukrayna xalqının iradəsi Trumpın diplomatiyasından güclü çıxdı. İndi Putin tələdi. Çinə getsin. Çin ABŞ ilə oynayır. Ona artıq sığınacaq deyil. Amerikaya yaxınlaşsın. Bu özünə ayağa güllə atmaqdır. Avropa onu artıq ciddi qəbul etmir. Müharibəyə girmək asandır, çıxmaq daha çətindir. İndi o çıxış axtarır, amma çıxış yoxdur. Bunun bizim üçün, Azərbaycan üçün nə əhəmiyyəti var? Çoxlu əhəmiyyəti var. Birinci dərs: milli ruh. Ukrayna o ruhu göstərdi. Hər kəs onu sındırmağa çalışdı. Almaniya Minsk razılaşmaları ilə, Merkel onları sıxışdırdı. Schröder Putinin qucağında oturdu. Fransa diplomatik üsullarla, Amerika hətta prezidentə təyyarə təklif etdi. Hamı sülh imzalayın, ərazi verin, susun dedi. Ukrayna susmadı. Bu milli ruhdur. Bu sındırılmayan iradədir. Azərbaycan da bunu 27 sentyabr 2020-ci ildə göstərdi. Beynəlxalq təşkilatlar 30 il bizə danışıqlar deyirdi. Biz dinləmədik. Torpaqları qaytardıq. Tarixdə qaydanı yenidən təsdiqlədik. Sənin torpağını sənə heç kim verməz. Sən özün almalısan. İkinci dərs: qonşuluq məsələsi. Rusiya Ukraynanı niyə sevmir? Çünki Ukrayna güclənirsə, Rus imperiyası tarixə qovuşur. Eyni məntiqlə İran Azərbaycanı niyə sevmir? Çünki Azərbaycan güclənirsə, Cənubi Azərbaycan xatırlanır. 30 milyondan çox Azərbaycanlı İranda yaşayır. Onlar bu rəqəmdən qorxurlar. Buna görə 44 günlük müharibədə hansı tərəfdə oldular? Ermənistanın. Bu təsadüf deyil. Bu
Bu strategiyadır. Ukrayna kimi biz də qonşumuzu yaxşı tanımalıyıq. Onun gülümsəməsinə yox, hesablarına baxmalıyıq. Üçüncü dərs: informasiya müharibəsi. Rusiyanın liberal konservaları var. Latinina kimi adamlar. Bunlar yaxşı insan kimi görünür. Putini tənqid edirlər. Müharibəyə qarşıdırlar. Ukraynanı dəstəkləyirlər. Mərhəmətli görünürlər. Amma Qarabağ məsələsində kim tərəfdə idilər? Ermənistanın. Çeçen müharibələrində kim tərəfdə idilər? Kremlin. Gürcüstana qarşı 2008-ci ildə kim tərəfdə idilər? Rusiyanın. Bu sxemdir. Bu 5-ci idarənin sxemidir. Filip Popkovun 5-ci idarəsinin. Sovet Təhlükəsizlik Komitəsindən qalma. Onların vəzifəsi hər platformaya uyğun nəql qurmaqdır. Amma əgər onlar Qarabağda Ermənistanı dəstəkləyibsə, onların Ukrayna ilə bağlı sözünə nə qədər inanmaq olar? Sxem eynidir. Aldadılma da eyni. Bu yeni nəsil üçün daha çox aiddir. Yeni nəsil 25 yaşındadır. 4 ildir televizor açır. Gözəl-gözəl Ukraynanı müdafiə edirik deyirlər. Yadından çıxır ki, Xodorkovski Çeçenliyi maliyyələşdirirdi. Donbasdakı qətliamı kim maliyyələşdirdi? Yenə həmin lobbi. Yaddaş qısadır, amma sxem dəyişmir. 4-cü dərs: qərbə qovuşmaq deyil, çəkicə qovuşmaq lazımdır. Ukrayna NATO-ya qoşulmadı. Qoşulmayacaq da. Buna baxmayaraq müqavimət göstərir. Niyə? Çünki güclü ordusu var, güclü cəmiyyəti var, güclü iradəsi var. NATO sənə ad vermir. Sənin gücün sənin imzandır. Polşa bunu öyrəndi. Biz əvvəlki videolarda bunun haqqında danışdıq. Türkiyə də öz yolu ilə getdi. Azərbaycanda. Türkiyə ilə birliyimiz, Pakistan ilə müqavimət, hətta İsrail ilə strateji əməkdaşlığımız bu müstəqil siyasətdir. Qərbə yalvaran ölkə qul olur. Müstəqil siyasət aparan ölkə güc olur. Fərqi bilməliyik. Bu müharibənin sonu necə olacaq? Çox güman ki, münaqişənin dondurulması ilə. Yəni rəsmi sülh imzalanmayacaq. Cəbhə xətti dondurulacaq. Krım və Donbas həll edilməmiş qalacaq. Amma bu müvəqqəti dondurmaqdır. Rusiyanın resurs bazası tükənir. Neft satışları azalır. İqtisadiyyat yorulur. Demografiya dağılır. 5-dən 10-a qədər ildən sonra növbə Ukraynaya gələcək. Eynən bizdə olduğu kimi. Biz 30 il gözlədik. Sonra cavab verdik. Ukrayna da gözləyəcək, hazırlanacaq. Sonra Krımı geri alacaq. Tarix sürətli yox, dəqiq işləyir. Maraqlıdır, elə deyilmi? Bir vaxt Rusiya imperiyası Avropanın ən böyük gücü idi. Sovet İttifaqı dünyanın yarısını idarə edirdi. İndi bu nəhəng dövlət bir kiçik qonşusuna nəzarəti saxlamaqda iflas edir. Tarix böyük yumora malikdir. Bütün imperiyalara eyni qaydaya tabedir. Heç kim əbədi deyil. Ukrayna bunu bütün dünyaya göstərdi. Azərbaycan da Qarabağda göstərmişdi. Tarix yazan kiçik xalqlardır. Böyük xalqlar tarixi pozmaq istəyir, amma alınmır. Bu sadəcə Ukrayna haqqında video deyil. Bu hamısı haqqındadır. Bizim haqqımızdadır. Cənubdakı qonşumuz haqqındadır. Şimaldakı qonşumuz haqqındadır. Hər kəs öz dərsini özü almalıdır. Çünki tarix heç kimi gözləmir. Sənin xəyalın güclü deyilsə, sənin əlindən hər şey gedir. Ukrayna xəyalı güclü idi. Azərbaycan xəyalı güclü idi. Növbəti. Yol uzundur, amma yolun sonunda hər kəs öz payını alır. Bura pərdə arxasıdır. İzləmədə qal. Slava Ukrayni. Geroyam slava.